Məhərrəm Talıbov. Bu şəxsin adı Azərbaycanda çoxlarına tanışdır. Tanımayanlar isə onun soyadını eşitdikdə söhbətin kimdən getdiyini yaxşı biləcək. Bəli, düz bildiniz. Məşhur xanədanlığın ən parlaq simalarından biri. Keçmiş Naxçıvan xanı Vasif Talıbovun həşəmətli qardaşı. Amma Məhərrəm Talıbovun oğlu Elnur Talıbov da atasından az məşhur deyil. Eş-işrətə meyli olan bu gənc haqqında istər mətbuatda, istərsə də sosial şəbəkələrdə çox deyilib. Məsələn, onun əmisinin sevimli, atasının Gülbala olduğu Naxçıvanda hər kəsə bəllidir. Görünür, bu səbəbdən də hələ uşaq yaşlarından bir dediyi iki edilməyib. O öz taytuşları arasında dəyəri yarım milyon olan bir neçə bahalı avtomobili, istər ölkə daxilində, istərsə də xarici dövlətlərdə adını alınan milyonlarla dollarlıq obyektləri ilə seçilib. Hətta Məhərrəm Talıbov öz əziz Xələf oğlu üçün əyləncəli hərbi xidmət də təşkil etdirib. Bir neçə il əvvəl mətbuat yazırdı ki, Elnur 2022-ci ildə hərbi xidmətdə olduğu vaxtlar onun üçün en saylı hərbi hissədə Güllə deyilən binada özəl otaq hazırlanıb. Burada Müdafiə Nazirinin keçmiş müavini Kərəm Mustafayevin oğlu Murad Mustafayev ilə birgə xidmət ediblər. Mətbuatda o da qeyd olunur ki, Elnur maşınlarını ildə bir dəfə yeniləməyi sevir. Məsələn, onun dəyəri təxminən yarım milyon dollar olan avtomobili cəmi bir il sürdükdən sonra qiymətini 1/3-ə 160 min dollara satışa çıxardığı ilə bağlı sosial şəbəkələrdə görüntülər də var. Şübhəsiz Elnurun kiçik qardaşı Samir də ərköyünlükdə qardaşından geri qalmayıb. O da eş-işrətə meyilli gənc olub. Deyilənə görə Samir ad gününü hər il bir ölkədə keçirməyə adət edibmiş. O tez-tez qardaşı ilə Dubaya istirahətə getməyi də sevirmiş. Hansı ki, qardaşların burada bahalı obyektləri, villaları, hətta milyonluq yaxtalarının olduğu haqqında informasiya da var. Üstəlik onların sosial şəbəkələrdə bu şəhərdən paylaşdığı görüntülər də deyilənləri təsdiq edir. Mənbənin sözlərinə görə ailənin Dubaydakı mülklərinə Samir nəzarət edir. O ən azı ayda bir dəfə bu şəhərə gedib gəlir. Bütün bunlardan başqa Samir Talıbovun adı dəfələrlə başqalarına məxsus əmlakları mənimsəmədə də hallanıb. Hətta bunun üçün onu və atası Məhərrəm Talıbovu məhkəməyə də veriblər. Maraqlıdır ki, şikayətçilər arasında Talıbovun yaxın qohumları da olub. Mənbə deyir ki, Talıbov qardaşları ölkədə olduqları vaxt günlərini Bakının mərkəzində Nərmanov rayonu Əhməd Rəcəbli 2 küçəsi 23-də yerləşən 4 mərtəbəli binanın üst qatında özləri üçün ayırdıqları ofisdə keçirirlər. İddia olunur ki, onlar tez-tez burada keyf məclisləri təşkil edirlər. Bu binanın təkcə 2 mərtəbəsindən hər ay 50 min manata yaxın icarə haqqı alırlar. Birinci mərtəbədə restoran və karvan pub yerləşir. Yuxarı mərtəbələr isə ofis kimi icarəyə verilib. Bütün bunlardan göründüyü kimi Naxçıvanda Talıbov xanlığı süquta uğradılsa da, xanədanlığın hər bir üzvü hələ də öz sərvətinə sərvət qatmaqdadır deyə Hürriyyət azda yayımlanan məlumatda qeyd olunur. Səsləndirilən iddialarla bağlı bütün maraqlı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.